Salam əziz və hörmətli dostlar, xoş gördük. Umarım ki, keyfiniz sazdır. Bugün də istismar və müstəmirə haqqında kitab oxumağa davam edirəm. Kitabımızın adı Sümürgəçinin portresi və sümürgələşdirilənin portresi, yazar Albert Memmi, Tunesli. 97-ci səhifənin ortasından üst-üstə, yəni 2-ci bəndidən başlayırıq. Bilirsiniz, bu kitabın şeyi çox gözəldir. O qisməti ki, sümürgələşdirilənlər, müstəmirə haqqında danışır. Çox gözəldir. Birinci məsələ ki, ortaya qoydu, insanlıqdan çıxartmaq idi. Əsli məsələ. Əlbəttə, ondan qabaq da şey haqqında danışmışdı. Portresini çəkmişdi ki, bunlar bir təsvir vermişdi ki, sümürgələşdirilən, yəni müstəmirə insanı nə cür bir insandır. Bunda onun xüsusiyyətini göstərəndə özəlliklərin sayanda birincisi oldu insanlıqdan çıxartmaq ki, bugün onu qutarırıq və ondan sonra hilədir. Yəni, görək ki, nə cür bizi müstəmirəliğə razı salırlar. İstəyirəm bunu deyəm. Brainwash əvvəl edirlər. Yəni, əvvəl beynimizi yuyurlar, yıxalırlar bizi, dəyişdirirlər beynimizi. Sonra bunu hardan gətirirlər? İnsanlığımı əlimizdən alırlar. Bizə heyvanlıq sifətinə yendirir və əslən insan sifətini bizə işlətməzlər. Məsələn, insan-ı türk deməzlər, insan-ı Azərbaycanı deməzlər. Bunu deməzlər. Yəni, sizin o insanlıq xüsusiyyətinizə əlinizdən alır. Sonra sizi bir heyvana nisbət verir. Toykəxər deyir, məsələn. Sonra sizi cok elir, ayaq altına salır. Bilirsiniz? Sonra sizi aşağı işlərdə görsədir. İndi görək ki, bu bəhsin davamında nələr deyir? Bu operasyonun olanağüstüsü bu şeydir, mən biraz bu kəlməni oxumaqda həmişə zorlanmışam. Olağanüstü. Olağanüstü, dostlar, haləti İranda fövqəladə, qeyri-adi. Belə. Bu operasyonun olağanüstü verimliliyi çox açıqdır. Deyir ki, bu vəziyyəti ki, fövqələdədir, dedik ki, insanlığı yox edir sizdən, alır, səlb edir, sizi insanlıq sifətindən çıxadır, heyvanlıq və ondan əşyaya gətirir. Bunun deyir, bu operasyon. Operasyon latincə sözdür, yəni bir hərəkat, bir bərnamə və əməl. Operasyon həmişə dostlar, əməliyyatdır, əvvəl bərnamə olar, fikri olar, sonra ona bərnamə tökərlər, sonra onu düşüncəyə çevirərlər, sonra onu icra elərlər, rəvanşinasi vəziyyəti də var bunun. Bu operasyonun olağanüstü, yəni qeyri-adi olması verimli, yəni ələnə ki verir o, verimlilik, yəni indi farsda deyirlər nə mənə? Burundad, fikir eləm burundad deyirlər. Verimliliyi, outputu, verimliliyi çox açıqdır. Deyir, bunun nəticəsi o bazdeh, farsca, bazdehi, yəni o ki buradan ələ gələcəkdir, çox açıqdır, aydındır. İnsanlığın adamın əlindən alanda nə olar? Sümürgə insanının gedərək daha çox bənzədiyi hayvan ya da nəsnəyə qarşı insanın nə kimi ciddi bir yükümlülüyü ola bilir ki? Deyir ki, sümürgə insanının, müstəmirə olan insanların gedərək, hər nə qədər qabağa geçsə zaman içində, yəni nə qədər onlar o operasyon, əməliyyatı rəvani, fiziki, nizamini ki aparırlar, onun sonucunda gedərək daha çox bənzədiyi,
Hər nə qədər bu bir gözəl cümlə oxudum Instagramda dostlardan biri yazmışdı. Gözəl cümlə idi. Yazmışdı ki, hər nə qədər düşmənə bənzəsəz, o qədər özünüzlə düşmən olursunuz. Biz hər nə qədər farslaşırıq, yəni farslara bənzirik, o qədər türklə, türklüklə düşmən oluruq. Bu da onu deyir. Deyir ki, sümürcə insanının, yəni müstəmirə olan insanlar gedərək daha çox bənzədiyi heyvan ya da nəsnəyə qarşı insanın nə gibi ciddi bir yükümlülüyü ola bilər ki, deyir, nə qədər bu gedərək siz o heyvana bənzəsəz, onlar deyirlər torkaxər. Siz hər nə qədər o heyvana bənzətsələr sizi, gətirsələr filmlərdə, serialda sizi düşünməz görsətsələr, qanmaz görsətsələr, aşağı işlərdə olan görsətsələr, etiraz eləməyən görsətsələr, gedərək daha çox bənzədiyi hayvan ya da nəsnə. Nəsnə, deyək məsələn, hər nə olur da, vaqiiyyətdə, eşikdə nə olan, daş, ağac, balıq, hər nə bənzətsələr, deyir ki, nəsnəyə qarşı insanın ona müqabil, onun qarşısında, onun ziddində nə gibi ciddi bir yükümlülüyü, nə cür bir yükümlülük dostlar, yəni yük bilirik da nədir? Bir şeydir ki, alırıq çiynimizə. Yükümlülük məsuliyyət. Nə cür bir məsuliyyət ola bilər ki, deyir, indi sizi nə qədər o heyvana bənzətsələr, ya o nəsnəyə bənzətsələr, o eşikdə olan bir şeyə bənzətsələr ki, insan deyil. Deyir, siz onun qabağında nə cür bir məsuliyyət daşıya bilərsiniz? Yəni da, üzrsən, eşcəyə ki, deməzlər ki, ustandar ol, fərmandar ol, rəis cümhur ol, vəzir ol, müdir kol ol, rəis cümhur ol, rəhbər ol. Eşcəyə deməzlər. Bunu istir desin. Nə qədər o nəsnəyə ya o heyvana sizi bənzətsələr, o qədər siz məsuliyyət sizə verməzlər. Yəni, buradan baxın, görün ki, nə cür olur? Məsələn, Qacar dövründə hər şey türkdür. Gəlir Pəhləvi dövründə, Pəhləvi əvvəldə fəqət şah farsdır. Bir də müşavirləri farsdır. Vəzirlərin hamısı türkdür. Gəlir yavaş-yavaş, gəldikcə qabağa Rıza Şah da dəyişdirir filan Bahman, gəlir ta yetişir Məmməd Rıza da heç olmasa kabinənin yarısı türkdür, Ərteş Qollən türkdür, hər şey, həm Niru Dəryayı, həm Niru Zəmini, həm Niru Havayı. Sonra ki gəlir yetişir Cumhur İslamiyə, əvvəldə 1-2-3 dənə türk var. Mən saya bilərəm da, yəni o məşhur türkləri saya bilərəm. Rəhbər hindilidir, Xümeyni. Muavini rəhbər ya naib məqami rəhbər farsdır, Ayətullah Müntəziri. Meşcini o zaman biraz üstədir. Musəvi Ərdəbili, Ayətullah Musəvi Ərdəbili ki, indi məğzubdur. Yəni, indi əlbəttə öldü, getdi fikirəm, amma o zaman ki, var idi, məsələn, daha işdən çıxartmışdılar. Bir də Musəvi Təbrizi. Sonra bir müddətdə vəzirlərin içində, məsələn, Xameneyi rəis cümhurudur, Mir Hüseyn Musəvi onun vəziri idi. Ondan sonra yavaş-yavaş da həsf oldu, da gəldi. Rəfsəncani dövründə türk vəzir 1-2 dənə idi. Rəfsəncani dövründən sonra təqribən türk vəzirin fatihəsi oxundu. İndi də ki, müdirkullar da belə daha yavaş-yavaş türk deyil. Yəni, vəzir şəhlə et. Nümayəndələr də ki, Əlhəmdülillahi Rəbbil Aləmin, özlərini türk bilmirlər və rüşvəxardılar, ixtilasgərdirlər. İmkansızdır nümayəndələri ki, Azərbaycan nümayəndələri ixtilasgərdirlər. Deyək ki, məclis bunlara ayda 50 milyon tümən hüquq verir. Beləsi deyək. İldə elər, məsələn, 600 milyon tümən. İldə elər 600 milyon. Döldürdə elər, məsələn, 2 milyard 600 üzr istəyirəm 4 ildə elər 2 ildə elə 2 bir şey eləməz yəni
Hey çalışıram görüm ki bu 2 milyar deyilər. Yox, eləməz o. Əslən milyonda qalar. Yəni 50 milyondan sonra 250 min ildə elə 500 min. 1 milyar, üzr istəyirəm, 1 milyar deyilər, bir ildə. Elə beləsi deyək, 1 milyar. 1 milyardla bu 4 ildə alır, xərc ki qoyur, gör bu neçə qat ondan çoxdur. Neçə qat çoxdur. Və bunların indi evlərinə, eşiklərinə, şirkətlərinə, karxanalarına, bunlara baxın. Yəni, böyük, əzəmətdə bir şeyləri var. Qətən bunlar elə, bu süngün misi niyə o cürdür? Niyə ana dili rəsmi olmur? Çünki Vizarət-i Amuzuş Pərvəriş o şeylər bunların payını verirlər. Bunları sustururlar. Gəl bu məsələn 100 milyonu, 200 milyonu, 500 milyonu, 1 milyardır. Ağzı ipin çək. Hər halda, gedək. Bu durumda sümürgecinin böyləsinə şok edici davranış və görüşlərə kapılması kolaylıqla anlaşıla bilir. Deyir ki, o zaman ki sizi bir heyvana bənzətdilər və siz bu heyvana hər nə qədər bənzətdikcə sizi məsuliyyət vermədilər, nə olar? Bu durumda sümürgecinin, istemargərin, farsların böyləsinə şok edici davranış, onların şok edici, şok bilirsiniz da, latince sözdür. Məsələn, birdən biri yanınıza qışqırır, discinirsiniz. Bizdə discinmaqdır, şokun qabağı. Əlbəttə, şok bilirsiniz, biraz ondan da şeydir, acıdır, discinmaqdan acıdır. Məsələn, bərqlə bunlara bərq verirlər, bunların bədənləri satılacaq. O şok edici, o cür bir şey. Amma bizimkində əgər istəsək, yox, discinmaq. Yəni, mənə çox yaxın discinmə gəlir. Amma şokla biraz fərqi var discinmənin, qətən. Discinmədə mümkündür ki, siz bir zərbə, fiziki zərbə alasınız. Rəvani zərbədə özü, discinmaq özüdür əslən. Amma şeydə hətmən fiziki şokda, hətmən fiziki bir şeydə alırsınız. Şokun öz anlamı. Amma iqtisadda məsələn şok gəlir, təvərrüm gedir üstə, doral bahalaşır, sizin cibinizdən pul çıxır. Əslində heç şikəncə olmursunuz, amma cibinizdən pul çıxır, bu şokdur. Hər halda dedi ki, bu durumda sümürgecinin böyləsinə şok edici davranışı, davranış dostlar, həm düşüncədir, həm də rəftar davranışı və görüsəl kapılması, görüsəl yəni görmək, bu görüsəl yəni görmək üzü ilə qəzavət eləmək, kapılması, bunun içinə düşmək kolaylıqla anlaşıla bilir. Bəs biz bunu dedik ki, çox rahatca anlaşılar şeyi nə cür olur biz? Onların davranışını görürük, istemargənin və onların görüşlərini də görürük. Onun əsasında düşürük bu tora. Araba sürən bir sümürgə insan bir müstəmirə insanı ki eləyə bilir araba sürsün. Araba qədim 4 təyərriyə deyirdik biz. Sonra at çəkirdi. İndi belə maşınlarda üçün 4 təyər var, araba deyirik. Yəni o şey ki bir şeyi yükü aparır ya adam aparır, ona araba deyirik. Beləsi deyək. Araba sürən bir sümürgə insan sümürgecinin alışmayı rədd etdiyi bir görüntüdür. Araba sürən bir insan, yəni siz ki başarırsınız maşın sürəsiz ha, siz ki başarırsınız bir iş qurasız ha, deyir o insan istemargərin alışmayı adət eləmək, alışmaq adətdə ərəbcə sözdür, onun farsçası yoxdur, türkçəsi alışmadır. Alışmayı rədd etdiyi inkar, rədd elə türkçə sözdür, belə nəzərə gəlir ki, rədd türkçə sözdür. Niyə? Baxın dostlar, farslar ki rəddkərdən deyirlər, bunu bilmirlər, yəni onlar deyirlər ki, ötür geçsin də bu anlamda. Amma rədd bizim dilimizdə bir heyvan qarda yürüyüb, torpaqda yürüyübdür, palçıqlıqda yürüyübdür, ayağının rəddi qalıbdır. Rədd oradan gəlir. Rədd kəlməsinin sözünün kökü oradan gəlir. İndi
rədkərdən, yəni o heyvan ayağının rəddindən getmək. Bu da indi burada rədd edilir, yəni danır. O rəddi qəbul eləmir. Bu rədd edir bu anlamdadır. Rəddi qəbul eləmir. Ona indi bunu dedim. Sümürgecinin alışmayı rədd etdiyi bir görüntüdür. Deyir ki, o rədd edir. Adət elədiyi sümürgəçi istemargərin adət elədiyin rədd edən bir görüntüdür sən əgər maşın sürürsən. Sənin əgər bir təxəllüsün var, o onu adət eləməyib, qəbul eləmədiyi bir şeydir. Bunu istir desin. Bir də burada kəlmə yazıbdır, oxuya bilmirəm ki, nədir? Çünki dedim, türk dilim mənim çox zəifdir. Maymunumu su bir pantomimdə, bu hətmən bu şeylərdir, dəlgəç deyirlər ha. Pantomim də oradan gəlir. Mən icazə buyurun bunu bir şey eləyim. Google eləyək görək ki, nə deməkdir bu türkcə? Google-də yazsaq, türkcə sözlük. Tamam, Google-in özünün vardı. Biz fəqət bunu dəyişdirəcəyik. Deyir ki, tamam, deyir ki, mən indi bunun altına da bir cizgi çəkmişim. Cizgi dostlar, biz o şeyə ki, xət deyirik ərəbcədə, onun türkcəsi cizgidir. Cizgi filmidəki deyirlər kartona, çünki xət ilə çəkməkdir. Ona görə ona da cizgi deyirlər. İndi maymunusu. Hələ burada maymunumsu. Maymunumsu görək nə olur burada dostlar. Meymundan gəlir elə, meymun sözüdür. Deyir bir sirkidə, pantomim o İranda lal dili ilə danışmağa deyil. Lal dilinə demirlər ha. Televizyonda o görürsünüz də bir dənə bir adam da gəlir, danışmır, əlinin hərəkəti ilə bir şey düşündürməyə çalışır. Ona maymunumsu bir pantomimdə olduğu gibi deyir ki, o meymun model, maymunumsu meymuna bənzər. Maymunumsu bir pantomimdə olduğu gibi o pantomimdə olan o duruma tay, onu hər türlü normallikdən yoxsun bırakır. Deyir ki, o müstəmirəni hər türlü, yəni hər cür normallıqdan, normal yəni təbii olmaqdan yoxsun bırakır. Onları alar əlindən. Yəni deyir ki, bir dənə müstəmirəçi çalışar, istemargər çalışar, müstəmirə insanların eyni o oyunda ki, dili yoxdur, meymunda deyil, amma meymuna bənzədir. Bir eyni ona tay, bunu neynər? Normallıqdan, təbii olmaqdan yoxsun çıxadar. Təbii deyilsən sən. Bunu buradan bildik. Sümürgə insanının geçirdiyi bir kaza ciddi belə olsa sümürgəciyi güldürər. Deyir ki, əgər bir müstəmirə insanı bir dana qəza ərəbcə sözdür dostlar, təsadüf adındadır. Təsadüfə gələr. Biz farslardan alaraq iştibah deyirik. Qəza deyirik, ğ ilə yazılan qəza, dal z ilə yazılır, qəza. Buna biz qəza deyirik da, yemək. Tamam. Ərəblər buna qida deyirlər, türklər də qida deyirlər. Tamam. Bir də qəza var, qəzvədən gəlir, savaş. Bir də qəza var, qəza yapmaq, qəzavət kimi yazılır, qəza. O da şeydir, deyir ki,
o da təsadüfdür. Biz çox şey İranda bizə tərsi öyrədiblər. O cümlədən elə ərəbinin sözlərində tərsi öyrədiblər. Sümürcə insanın keçirdiyi, başına gəldiyi bir qəzanı, qəza yəni bir təsadüf, ciddi belə olsa, yəni adamın Allah görsətməsin, qolqutu da sınsa, deyir ki, sümürcəyini güldürər. Olan türkdə təsadüf elədi, əzildi. Sümürcə insanının keçirdiyi bir qəza ciddi ola bilsə, sümürgəciyi güldürər. Sümürcə insanlarından uluşan kalabalığa atılan makinəli tüfək ateşi onun yalnızca umuz silkməsinə nədən olur. Deyir ki, sümürcə insanlarından, yəni müstəmirə insanlarından oluşan kalabalıq, bir dana, məsələn, bir yerə toplanıblar, bir 50 dana, 100 dana, 10 min dana, 1 milyon dana türk deyəlim, sümürcə insanı toplanıblar bir yerə. Oluşan, yəni düzələn kalabalığa atılan makinəli tüfək. Makinəli, yəni maşın, otomatik. Otomatik tüfəklərə deyirlər ki, makinəli tüfək. Otomatik tüfək, makinəli tüfək atılsa, ateş eləsə, oradan bir güllə atılsa, onun yalnızca omuz şəklin sıkılmasına nədən olur. Deyir, o fəqət beləsi elər. Mənə nə? Beləsi. Deyir ki, onun yalnızca omuz. Dedim, mən görsədirəm də, bura omuz beləsi, çiyinlərimizi, çiyinlərin fəqət o silkədər. Silkələmək də bilirik də, nə mənədir? Silkələməsinə nədən olar? Yəni, beləsilər, mənə nə? Ya, əhəmmiyyəti yoxdur. Oğlunun ölüsünə kapanmış oğlayan, kapanmış ağlayan bir yerli anne ya da kocası için ağlayan bir yerli kadın ona bir annenin ya da eşin acısını belirsiz hatırlar yalnızca. Deyir ki, əgər bir dana müstəmirə insanının Allah görsətməsin, bir nənənin uşağı ölsə, ya bir xanımın əri ölsə, əşi, indi bunu beləsi deyir ki, bu ondan öz anasının xatirinə gəlməz. Yəni bir sümürcə insanının əzizi ölsə, o ona ağlayır, o oradan öz nənəsinin, dədəsinin, bacısının, qardaşının yadına düşməz. Çünki sizi adam görmür ki, onlarla müqayisə eləyək, öz ata-anası ilə müqayisə eləyək. Bunu istəyir deyə. Deyir ki, sümürcə insanlarından onu oxuduq, gəldik bura. Oğlunun ölüsünə, bilirik da, oğlunun ölüsünə kapanmış ağlayan bir yerli anne. Oğlunun anasına ağlayan halda olan bir nənəni. Kapanmış, bilirik, yəni məsələn, deyək ki, içinə girmiş, beləsi. Ya da kocası için, koca erkək və ha belə əri, erkək, yəni əş, həm xanıma deyər, həm kişiyə deyər, amma koca deyəndə yəni əri, bir xanımın əri. Kocası için ağlayan bir yerli kadın, bir müstəmirə olan yerli, yəni yer sahibi da, biz yer sahibiyik Azərbaycanda. Bir xanım ki, ərinə ağlayır, o istemargərə ona bir annenin ya da eşin acısını belirsiz hatırlatır yalnızca. Bir şey, o xanımın ərinə ağlaması, o istemargərə bəlli ola, bəlli olmaya bir şeylər xatırladar.
Yəni əslində saymaz. O sizi adam hesablamır. Ondan dədəsi ilə, nənəsi ilə, bacısı ilə qiyaslamır ki, sizi də adam hesablayır. Bu çarəsiz haykırışlar deyir o nənənin ki uşağı ölübdür ya bir xanımın ki əri ölübdür, ağlır, ona haykırmaq orada hökürməli mənə ağlır. Onu istir desin. Bir haykırışlar bu tanıdıq gəlməyən hərəkətlər deyir onu sümürcəçiyə, istemarcərə bu haykırılar, bu ağlamaqlar tanış gəlməz. Tanıdıq gəlməyən hərəkətlər. Ona tanıdıq gəlmir ki, məsələn bizim Allah göstərməsin mənim yadıma gəlir. Qədim məsələn bizim kətlərdə, mən şəhərdə çox görmədim, amma kətlər gördüm. Birinin qardaşı öləndə başını tüküngü olardı, üzün cırmaqlardı, yaralardı, çox ağlardı. Çox acılı yaşardılar. Yəni mənim özümün Allah rəhmət eləsin bir Tərlan dayım vardı. O öləndə mənim yadıma gələn 20 ildən çox onun xoş şalvarını saxlamışdılar. İldə bir-iki dəfə açardılar yerə, onu ağlardılar. Onu məsələn birdən fərz buyurun bir dəsmalı qalıb, onu götürüb iliyib ağlardılar. Məsələn bu cürsü. Deyir, bunlar nədir? Bu hərəkətlər ona əcib gəlir. Bunlar niyə belə ağlırlar? Şəfəqətini, onun şəfəqət, dostlar, mehribanlıq, ürəyi yumuşaqlıq, ürəyi tünük deyirik biz. Ürəyi tünüklük. O coğrafiyada bir tonuk vardır yazarlar ha, məsələn o yəni seyrək, ürəyi seyrək olan, ürəyi yumuşaq olan, ürəyi tünük olan bu şəfəqətini ərəbcə sözdür, onun farsçasını bilmirəm nədir, amma türkcə, ərəbcədir şəfəqət özü. Bizdə dedim ki, ürəyi tünüklük, uyanmış olsa belə, əgər deyir, hətta aydın oyanmış olsa, oyanmaqdan gəlir. Aydın olsa, ayıq olsa belə, əngəlləməyə yetər. Deyir ki, əngəl, türkcə sözdür zahirən, belə nəzər gəlir, yəni, mani olmağa yetər. İndi sözümüz nə oldu? Deyir ki, əgər birinin uşağı ölmüş olsa, ya əri ölmüş olsa, ona ağlırsa, yas saxlırsa, ona şivən elirsə, ona yas saxlırsa, deyir, bu ona əcib gəlir. Ha belə deyir ki, bu çarəsiz hərəkətləri, uşağı ölübdür, əri ölübdür, çarəsiz qalıbdır. Məsələn, mən eşitdim bu son günlərdə bir nəfər deməyim, çəkməyim adını, hər halda abrısını hifz eləyək. Kişi ölübdür, uşaqlar gəliblər, qırxı çıxmamış evi satıblar. Nənəni evdən eşiyə salıblar, nənə də mərizdir, pul yox, güc yox, çörək yemağa. Nə bilim, bəzi evladlar vaqən, mən bəzən dünyada aclıq çəkmiş insanların xatirələrini adam oxuyanda bizim millətimiz adamın qusmağı gəlir bizim millətimizin bu düşüncəsində. Çinlilər çox aclıq çəkiblər, çox bərk aclıq çəkiblər. Filipinlilər, Taylandilər əcib aclıq çəkiblər. Əcib. O qədər aclıq çəkiblər ki, göydə uçan, yerdə tərpəşən, suda tərpəşən şeyi yiyiblər. Milçəkdən tutmuş siçana, nə bilim, pıs-pısla, nə deyərsən ki, tərpəşir da, bunu yiyiblər aclıqdan. Belə bir millət var. Amma onların fərhəngində bu deyibdir ki, dədən qocalsa, qoluvu kəsəcəksən, yedirdəcəksən dədəvə. O Çinlilərdə ki, ha, bizlər məsələn onları yaz Farsistan fərhəngi gəlib bizə, biz onları adam tanımırıq. Onlarda belə bir kültür var. Heç kəs sənə demir ki, xanımıvı, uşaqları qurbanlıq elə dədənənə. Amma bir dədənənə nə qədər yiyəcəkdir
ki, onun yemağı sənin gözüvə gəlir. Onun həyətini satırsan, evdən salırsan eşiyə. Şimdi olsun, məsələn, sən neyniyəsən, neyniyəcəksən? Sabah sənin uşağın neyniyəcək sənə? Sən nənəvə neynədin ki, sən dədəvə neynədin ki, sənin uşaqların sənə onu eləməyəcək? Bəzən kasıblıqdan deyil ha bu dostlar. Mən kasıblıq görmüşəm. Biz kasıblığı yaşamışıq. Kasıblıqdan deyil. İnsansızlıqdandır. İnsansızlıqdandır. İçəridə insan olmamaqdandır. Necə ki, mən neçə nəfər tanıram, ər ölüb, nənə qalıb, dədə ölüb, nənə qalıb. Həyətin satıblar, oğlanların arasında polpuşu eləyiblər, nənə qalıb çöldə, ya da ki qalıb əlləf, əsəb bilmir nə eləsin, nə eləməsin. Bunu hara yapışdırmaq olur, mən bilmirəm, vaqəən bilmirəm. Yəni, bəs deyir, şəfəqətini oyanmış olsa belə, o ayıq olsa belə, əngəlləməyə yetər. Onun deyir ki, əngəlləməyə, mane olmağa yetər. Son günlərdə bir yazar insan isyan edən yerlilərin və hayvanı gibi devasa kafeslərə sürüşlənərək götürüldüyünü keyflə anlatıyor bizə. Deyir ki, son zamanlarda diqqət buyurun, bu bizim zamanımızda yazılmayıbdır. Bu Tunesdə yazılıb o yerdə ki, dedim geçən dəfədə, insanların şikarına çıxırdılar. Şikar bizdə olur avlamaq. İnsan avına çıxırdılar. İnsanları avlırdılar və iftixar edərək onların üstündə poz verirdilər, əks salırdılar. İndi ondan bir misal vurur ki, orada mətbuatda belə bir şey yazılıbdır. Nə cür yazılıb? Deyir ki, son günlərdə o Tunesdə, Əlcəzairdə onların birində olubdu. Bir yazar, bir dama yazar Roşənfikr İranı, buna mən gimnastikdə buna tarikəndiş ərəbcə, qaranlıq düşünən deyərdim. İndi son günlərdə bir qaranlıq düşünən yazar, Roşənfikr deyil ha, qaranlıq düşünən yazar, isyan edən yerlilərin və hayvanı gibi, av hayvanı gibi, üstlenmir, mən oxudum, av hayvanı gibi, deyir ki, üsyan edən, şuriş eləyən, ayağa qalxan yerlilərin, yəni müstəmirə insanların av hayvanı kimi, onları bir seyd olunmuş, şikar olunmuş heyvan kimi devasa qəfəslərdə, böyük qəfəslərdə sürüşlənərək, onları sürüyərək görüldürdüyünü keyflə görmüşdü ki, beləsi olubdu. Onu keyflə deyir, yazıbdır, anlatıyor bizə anlatır. Bir dana nevisəndə, götürüb məqaləsində keyflə yazıbdır ki, gördüm ki, insanları avlayıblar, heyvanlar kimi soxublar, qəfəsə aparırlar, sürütlüyə aparırlar. Necə ki, məsələn, biz yazaq. Mən özüm tutulanda bunu, sonra da filmlərin şahid olduq. Mən özüm tutulanda zindanda Təbrizə idarəyə, oranın adı nə idi? Pasport idarəsinin yanında bir idarə idi. Adı İdarə İttilaat-ı Niruy İntizami. Ora aparanda, bizi aparmışlar ora. Çox da vurmuşlar. Dişlərin hamısı ləxlirdi, üz-göz şişmişdi, hər yer qan idi. Yəni mən bədənim, hər yerim qan idi, paltarlar qan idi, filan bəhman. Fikirəm bir 20-30 gün mən qan içində qaldım, yəni paltarlarım qan içində. Ta idarə ittilata gedincə.
Yox, idarə ittilaata da tez apardılar. 20-30 gün çəkmədi. 2 gündən sonra apardılar idarə ittilaata. Zindandan da idarə ittilat gəldi, məni aldı, apardı ittilat idarəsinə. Orada mən gördüm ki, insanları cəhdilər, düzdülər, danışçılar rapimalıq edirdilər da. Cəhdilər, düzdülər divara. Necə oldu gördüm, məni hiç gətirmədilər. Mənə xəbər verdilər ki, sənin ailən gəlib səni görməyə. Bütün nənəm idi və xanım idi, bir də Fatıma idi. Əgər iştibar edirsən, hə? Gəldilər məni görməyə, məni gətirirlər, gözümü bağladılar. Mən gözümün altından görürəm, hər halda. Sonra da gözümü açdılar əhliyalı görəndə. Mən gördüm ki, bunları düzüblər divarın dibinə. Hamının gözü bağlı, üzləri divara. Bunları heyvan şəklində görsədirlər, ərazılı obaş deyə. Ərazılı obaş deyə bunlar görsədirlər. Və bizim xəbərnigarlarımız, yəni radio, televizyonun xəbərnigarı gəlib onu götürür. Ya o birisi xəbərnigarlar bunun əksini salıblar və polis nə deyir, yazır. Eyni halda ki, bilir, bunlar danışçıdırlar. Bunlar ki, şuriş ediblər, danışçıdırlar. Bunlar ki, görsədirlər bizə latlar, əgər latdılarsa, bunlar idarə ittilatın, nir-intizaminin latlarıdır. Bizim latlarımız deyil. Yəni, bizim latımız yoxdur ki, lat olsun. Amma keyf ilə o xəbərnigarlar, tarikəndişlər, qaranlıq doğuzları onu yazırlar. Tamam. Bu qafasların birilərinin düşünməsi və inşa etməyə yeltənməsi, dahası mühabirlərin çox gözəl sözlər deyir. Yakalanmış fotoğraflarını çəkmə izni alması belə göstərinin insanı bir şey itərmədiyini kəsinliklə kanıtlır. Gözəl deyir. Bu elə mən dediyim misalın bir ayrısını açıqlır, daha çox açıqlır onu. Bir ciddən mən oxumamışdım. Elə indi oxuyuram. Yəni sizdən öncə bunu oxumuram bu kitabı. Elə indi gəlirəm, başlayıram, zıqqılmağım da burada ona görədir. Deyir, bu qəfəsləri düzəldən, əvvəl deyir ki, o qəfəsləri düzəldənlər. Mən buna görə Günas TV-də danışmışdım. İnsanda mühəndislər müsabiqə qoyurlar, zindan düzəldələr ki, Azərbaycanlılar, millətləri o zindana soxalar. Bunu mən Günas TV-də illər qabaq demişdim. Necə bir mühəndis çalışır, döhdürü baş tapıram. Döhdür deyir ki, mən gedirəm zindanda, o zindanilərin mərisliklarına dava dərman qoyam. Bunu düşünürəm. Amma bir dana mühəndis yox, 100 dana, 200 dana, 500 dana mühəndislik şirkəti deyir ki, biz zindan tikməyə hazırıq. Elə zindan tikək ki, buradan heç kəs qaça bilməsin. Müsabiqə verirlər və ucuz pula tikirlər. Yəni, münaqisədə şirkət edirlər ki, biz ucuz zindan tikəcəyik Azərbaycanlılar üçün. Mən bir zaman Radio Fərdəyə, Təbrizdə olanda Radio Fərdəyə bir bərnamə verdim. Orada dedim ki, məsələn, Azərbaycan şərqi dedikləri yerdə 16 zindan var idi şah zamanı. Mən o zaman ki, bu quzarışı verdim, məsələn, 1300, deyək ki, 80-da, 81-də, bu zamanlar o quzarışı vermişəm Radio Fərdədən, canlı yayılıbdır. O zaman dedim ki, Təbrizdə, Azərbaycan şərqdə 30 neçə şəhərdə zindan 2 danadır. Qabaqdan şah zamanı bir dana idi. 16 şəhərdə zindan var idi. İndi 30 neçə şəhərdə 2 zindan var. İndi ki, mən ondan geçir, fikir edirəm, bəzi şəhərdə 3 dana, 4 dana zindan var və tamam şəhərlərdə də zindan var. Cəlibdir, dostlar. Bugün dostların biri yenə də bir gözəl bir şey yazmışdı. Yazmışdı ki, yəni bu sözləri kaş yazanların adları da adamın yadında qala, bunları deyə. Yazmışdı ki, bir də insan İranda rüşvət alıblar. İmam cümələr, Furad Mübarəkədən, imam cümələr, danışqahlar, radio, televizyon, xəbərnigarlar, Twitterlər, Instagramda işləyənlər, bunlar hamısı rüşvət alıblar. Sipahi pasdaran rüşvət alıbdır.
Niruy intizami rüşvət alıbdır. Zindan idarəsi rüşvət alıb. Danışqah rüşvət alıb. İmam cümələr rüşvət alıblar. Filan yerlər, bəhman yerlər hamısı rüşvət alıblar. 92 min milyard. Üzr istəyirəm. 92 min milyard tümən pul götürüblər. Bunların heç birisi tutulmayıbdır. Diqqət buyurursunuz. Amma 2 dənə Azərbaycanlı deyiblər ki, biz ana dilimizdə dərs oxuyaq, dünən tutulub. Gediblər onları tutsunlar, tapanmayıblar. Polis yazıbdır ki, hətmən İttilaat İdarəsi yazıb ki, özünü idarə ittilaata mərif elə. Yəni, diqqət buyurun, 92 min milyarda uğurlayanlara niyə onları tutmurlar? Çünki hər kəsən payını alıbdır. Niyə ruznamələr onları yazmır? Çünki niyə onların adlarını yazmırlar, onları ifşa eləmirlər? Çünki hamısı payını alıbdır. Dünən İsrail günü İranda xəbərniqar günü idi. Belə nəzərə gəlirdi. Və Təbrizin xəbərniqarları gediblər ustandarlığa, nahar yemağa, biraz da rüşvət alacaqlar, rüşvətlərini almağa. Və mən illərdir bunu yazıram ki, Təbrizdə, Azərbaycanda xəbərniqar yoxdur. Agəhi alan var. Özlərini satmış olan insanlar var. Amma onları tutmurlar. İdarə ittilaatın işi yoxdur onları tutar. Çünki payını alıbdır. Onlar payını veriblər. Amma 2 dənə Azərbaycanlını kaş, nə bilim axı, kaş imkanım olaydı, onu tapaydım, onu adlarını oxuyaydım o zindanilər, o 2 nəfər ki, gediblər onları tutalar. Onları görməcər eləyə bilsəm adlarını deyim burada. Gediblər onları tutalar. Niyə? Çünki bunlar bu 2 nəfər görməcət burada olsa yox, mütəəssifانə Instagram burada yoxdur. Onları tutacaqlar. Niyə? Onlar Azərbaycancıdırlar. Azərbaycanda yaşayan insanların ya türkçüdürlər. Türklərin, İranda yaşayan türklərin haqlarından müdafiə eləmək üçün ayağa qalxıblar. Ana dilindən müdafiə eləmək üçün ayağa qalxıblar. Bunun xətəri oradan çoxdur. Yəni, İran dövləti nə deyir, dostlar? İran dövləti, Fars sistemi, Fars mərizçılığı nə deyir? Deyir ki, ged oğurluq elə, ged ixtilas elə, ged böyük qoy, ged ginən böyük pullar oğurla, bizə də payımızı ver, sən rahat ol. Sən niyə Azərbaycançılıq edirsən, sən niyə türklük edirsən, sən niyə insanların haqlarından danışırsan? Sən bunlar insan dəyişsən, bunların haqlarından danışırsan. Baxın, istimar budur. Ona görə deyir ki, bir iddə insan, o qəfəsi ki, bunlar getmişlər, o istimarın əleyhinə qalxanları şikar eləmişlər, salmışlar o qəfəsi, ha, deyir onun. Bu qəfəsi biriləri düşünməsi lazımdır. Deyir, bir iddə adamlar oturublar ki, bir qəfəs düzəldək. Bu düşünənlər bir də adamdılar. Və inşa etməyə yelkənməsi, o qəfəsi inşa ərəbcə sözdür, düzəltmək anlamındadır. O qəfəsi düzəltmək üçün bir iddə də yelkənləşir. Yelkən, dostlar, o gəmilərdə badman deyirlər farsıha. Onun adı yelkəndir. Yelkən, yeli tutan, ya yelin içində əsən. Yelkən odur. Badman. Yelkənləşir, yəni hazırləşir ki, onu düzəlsin. Yelkən o zamandır ki, dostlar, qayığı hərəkətə gətirir də. O gəmini hərəkətə gətirən yel ilə dolur, onu hərəkətə gətirir. Deyir, bir iddə də istəyir, şeyi neynəsin, o qəfəsi düzəlsin, dedim zindanı. Təbrizdə misal vurdum. Dahası, daha çox, nə deyil? Mühabirlərin xəbərniqarlar, mühabir, müxabirə eləyənlər. Ərəbcə sözdür müxabir. Onun türkçəsi qazetəçidir. Qazet özü də latincədir. Yenə də bunu deyim. Yəni oradan deməyək. Amma çünki birinci dəfə onlar düzəltib, ad qoyublar. Biz də o adın üzü ilə qəbul eləmişik, gətirmişik. Mühabirlərin, xəbər yetirənlərin yakalanması, yakalanışı, yəni tutması. Amma indi baxın, bu yakalanış burada nədir? Bir əks çəkəcəklər. Oradan ona görə deyir yakalanma. Yakalanışın fotoqraflarını çəkmə izni alması gibi. Müxabirlərin o qəfəsdəki olanların əksini çəkmək izni almaq kimi
xəbərnigarlar gediblər, icazə alıblar ki, bizə icazə verin, bu qəfəsdə nə hiss alır? Bir cəhətdən yaxşıdır ha, amma bunu təxmin altında yazar ki, istemargər müstəmirəni soluq qəfəsə aparır. Göstərinin, indi deyir, bunu xiyabanda daşıyırlar, aparırlar, ya televizyondan məni görsətlər və o birislərini görsətlər, ha deyirlər, ərazili o baş. Deyir ki, göstərinin insani bir şey itərmədiyini kəsinliklə kanıtdır. Deyir ki, bu nümayiş kollən, göstəri nümayiş, deyir, bu göstərinin, o nümayiş kollən gətirirlər onu, insani bir şey olmadığını, içəri, yəni içərisində bir insanlıq bir şey yoxdur onun. Kəsinliklə kanıtdır, dəlil edir. Kəsinliklə qət'ən onu göstərir ki, bunların içində bir insanlıq yoxdur. Dostlar, 97-ci səhifəni oxuduq. 98-ci səhifədən taza bir bəhs başlanır. Ona görə icazə verin bu 97-ci səhifəni qalsın sabahları. 98-ci səhifəni sabah oxuyaq. Çünki elə bu iki səhifədir. Umaram ki, bir gündə eləyə biləm. Bunu oxuyan qutaraq. Azərbaycanlılar, türklər hər yerdə çıxırlar xiyabana. Ya çıxmırlar. Etiraz bir şey yazır. Gəlir onu polis tutur aparır, ittila tutur aparır, salır zindana. Amma 92 min milyard. Bilirsiniz nə qəddir bu pul? Yəni mən nə qədər fikirləşəm, nə qədər olar? Qoyun deyək ki, mən elə burada sizin gözünüzün qabağında bir Google əleyhissalamdan bir xahiş eləyək da. Görək ki, bir dana 1000 tümənliğin vəzni nə qədərdir İranda? Ağırlığı nə qədərdir? Bunu əvvəl biz bu Google əleyhissalamı aça bilsək. Mən burada gedirəm yazam Google-də ki, farsca əgər olsa, mənim bu telefonumda vəzni eskenası 1000 tumani. Bir danası görək necədir? این اسکناس از روز چهارشنبه 2 تیر 1389 در بانک‌های ایران توزیع شد. اسکناس 10,000 تومانی البته. دهمین برگ اسکناسی است که در مجموع اسکناس‌های کشور تقریبا 1 گرم وزن دارد. Bunu istirdik da. Gene mən gedim onun düz əsli saytında baxım ki, sonra deməsinlər. اسکناس 100,000 ریالی 10,000 تومانlık. Mən 1000 تومانlık axtarırdım. تومانی یکی از اسکناس های رای جمهوری اسلامی ایران است. این اسکناس روز چهارشنبه 2 تیر 1389 در بانک های ایران توزیع شده. اسکناس 10,000 تومانی دهمین برگ اسکناسی است که به مجموعه اسکناس های رایج در کشور اضافه شده. ارزش 10,000 تومان، طول 16 santim 6 milimetr, eni 77 sant 9 milimetr, ağırlığı 1 gram. Növ kağız pənbə. Tamam. 10,000 tümənliğinə gedək. 1 gramdır. Diqqət buyurun. İndi əvvəl mən gedirəm dostlar maşin hesaba. Maşin hesabdan deyək ki 92.000. Əvvəl 92.000 yazırıq. Sonra da milyard. 92.000 milyard. 9 dana sifri var. Minin 3 dana sifri var. 9'un da milyardın da 9 dana. 1, 2, 3, 1, 2, 3, 1, 2, 3, 9 dana. İndi bunu bölürük 10.000'ə. Diqqət buyurun. 10.000 tümənə bölürəm. Ha 1000 tümənə yox. Bölürəm 10, 1, 2, 3, 4 sifri var. Gəldi dostlar, oldu 9 milyard 200 milyon 10.000 tümənlik. 10.000 tümənlik. Yəni 9 milyard 200 milyon 10.000 tümənlik. Ki hərəsi 1 gramdır. 1 gram 10.000 tümənlik. İndi bunu böləcəyik neçəyə? Bunlar gramdır da əslində. Bunlar gramdır. İndi bölürük 1000'ə. Bölək 1000'ə. Gəlir kilo hesab. 9 milyon 200
1000 kilo. Yenə bölək bunu ton eləyək, minə. Minə bölək ton eləyək. 9 ton 200 min kilo. 9 ton 200 min kilo. Üz isəm, 9200, bəli. 9200 ton eləyir. 9200 ton. İndi bunu bölək, hər maşına deyək ki, 20 ton vururuq. 20-yə bölək. Üz isəm, mən telefonum hərdən gedir. 20 ton. 20-yə bölsək, yəni hər maşına 20 ton. Ay, 9000 getdi, bu iştibah oldu dostlar. 9200 bölək 20 tona. İndi tondur. Dostlar, əgər hər tireliyə 20 ton yük vuraq, 20 dana 10.000 tümənlik, 20 ton ki, hərəsi o 20 ton 1000 tümənlik deyil, 10.000 tümənlikdir. 460 kireli 10.000 tümənlik, 460 kireli 460 kireli Fiçrelin kərpişdir. Fiçrelin kərpişdir. 460 kireli bu pulu aparar. Diqqət buyurun dostlar. 460 kireli hərəsində 20 ton 10.000 tümənlik. Əgər siz indi bunu ona zərb eləsəz, 1000 tümənlik olar. Yəni, bunu desək ki, 1000 tümənlik vuraq tireliyə, görün nə qədər tireli olar. Gərək bunu zərb eləyək, çarpaq, yəni, güclə çarpmaqdır. Çarpaq, çarpı 10 eləsək. 4600 tireli, 4600 tireli, əgər 1000 tümənlik eləsək, bunları çəkəcəkdir. 4600 tireli 92.000 milyar tüməni nə edəcəkdir? 4600 tireli o pulu daşıyacaqdır. İndi əgər biz biraz bunu gətirək sizə dağı. İndi tirelilərin uzunluğu nə qədərdir? Google-dən soruşaq ki, bir dana tirelinin, yenə gedim mən Google-ə elə, yazım ki, farsça yazıram dostlar. Tule hər treyler çənd metr əst. Bunu da soruşaq ki, hər tirelinin neçə metridir? Yazıbdır ki, tule treyler kəfi, dalısı açıqda, yəni şey, və ya bulğdar və ya tranzit ki, yəni dünyaya dolanır da, ola şeylər, 12 metr yarım mi başar və cədidən tule 13.66. İndi tireli dostlar, o qismətdir ki, dalda yük vurulur. Yəni siz bunu hesablayın. O qabaqda bir dana da var, bunu çəkir də, maşın qisməti, motor qisməti var ki, ranəndə orada, sürücü orada oturur, bunu sürür. O da özü 3 metr yarım, 4 metrdir. İndi deyir ki, fəqət o çəkməcə, tirelinin dalısındakı yük vurulur, orası 12 metr yarımdır. Deyir ki, tazadların biz hesablayaq da. O, burada bir şeydir, bu da eynidir. Tamam. Tamam. İndi tireli 13 metr 60 sant. İndi o icazətlə bu maşın hesabda olan 4600 tirelini ki qəraldı 4600 tireli qəraldı 92.000 milyar tümən pulu daşısın. O 1000 tümənlik kağız, 1000 tümənlik kağızı daşısın. İndi bunu zərb eləyək, neçə oldu?
Üzr istəyirəm, mən bunu qatışdırdım, ona görə qeydim bir də bura. 13 metr 60 santa. Mən bunu çarpıram, zərb edirəm. 13 metr nöqtə 60 sant. Dostlar, 62 sürücü yoxdur. Ranəndə o qismət ki, tirelinin iç qismətdən təşkil tapır, dostlar. Bir o qismətdir ki, yük vurarlar, bir qismət ki, ranəndə oturar. O ranəndə oturanı çıxadaq kənara, tirelinə yapışdıraq bir-birinin dibinə. 62 min 600, üzr istəyirəm, 62 min 560 metr uzunluğudur. Yəni 62 kilometr. 6000 62 min, yəni kilometr uzunluğundadır. 560 metr. 62 min 562 min yarım kilometr uzunluğunda olar bu tirellilər. Nə qədər Təbrizdən Google-dən soruşaq ki, Təbrizlə Əhər arası nə qədərdir? Bunu da soruşaq, yəni görək ki, nə qədər fasiləyə Təbriz ta Əhər. Təbrizlə Əhər arası 112 kilometrdir. Bu da neçə oldu dostlar? 62. Təqribən Təbrizlə Əhər arasının yarısınacan tireliləri dolduracaqsınız puluna. Hərəsinə 20 ton 1000 tümənlik vuracaqsınız, 20 ton. Ranəndə olmayacaq, düzəcəksiniz bir-birinin dibinə. Gedəcək, yetişəcəkdir. Əhərlə Təbrizin yolun ortası qədər şey var. İndi dostlar, görün bundan necə divar tikəsiz. Nə qədər olar? Diqqət buyurun, görün, mən sizə amar verdim. Gözünün qabağında bunu hesabladıq ki, dana-dana bəlli olsun. İndi mən bunu maşın hesabı açım, görün, tarixin görsətsə, mən bunun tarixinə baxım. Dedik ki, historisini sildik da, sildik, mütəəssifanə sildim bunu mən, dostlar. Getdi, görsətməz ki, historisini sildim ki, bunu bir də açıq sizə, açıq aşkar sizə açsam deyəm ki, nə oldu? Çox böyük rəqəm oldu. Çox böyük rəqəm. Yəni mən bunu bir də hesablayayım. Çünki özümə də çox ağır gəldi. Dostlar, əvvəlcə 10.000 tümənlik eləmişdim. 10.000 tümənliyin yerinə gətirək 1000 tümənlik eləyək. Deyək 1 girəm elə. Əlbəttə Google-dən yenə soruşa bildik ki, 1000 tümənlik 1 girəmdir ya yox, amma dedik ki 10.000 tümənlik 1 girəmdir. Elə mən bunu bu şəkildə deyək ki, 1000 tümənlik də 1 girəmdir. 92.000 əvvəl bunu vururuq. Sonra milyardın özünün 9 dana sıfırı var. 1, 2, 3, 1, 2, 3, 1, 2, 3, 9. Bölürük bunu. 1 girəmək bölməyə ehtiyacı yoxdur. 1000-ə bölsək olacaqdır 1000 tümənlik. 1000-ə bölürük ki, gəlsin neçə dana 1000 tümənlikdir. 92 milyard 1000 tümənlik olar. 92 dana milyard 1 tümənlik olar. 1000 tümənlik olar. 1000 milyardı elədik 1000 tümən. İndi bunu 1 girəmdir hərəsi bunların. Bölürük kiloa. 1000-ə bölürük. Yəni bölürəm 1000-ə gəlir 92 milyon kilo. 92 milyon kilo 1000 tümənlik. 92 milyonu bölürəm 1000-ə ki, gəlsin ton. 1000-ə bölürəm ki, gəlsin olsun ton. 92 min ton. 92 min tonu istəyək bölək 20 tona. 20-yə.
4600 tireli elər dostlar. 4600 20-yə böldükdə 4600 tirelilər. 4600 tireli ilə siz bu böyüklükdə pulu Təbrizdən ta Əhərin yolunun yarısına 62 kilometr. 62 kilometr yarım bu gərək yol gedər. Ta o pul ola. Tirellər ranəndəsi olmayan yer, fəqət yük. Yəni beləsi deyim. Bunları tonajın 20 tonu nə cür düzürsüz bir-birinin dibinə düzün. 20 ton. 20 dana 1000 kilo. Düzün bir-birinin dibinə, geçsin Əhər caddəsinin o başına. Bu qədər pulu tutanı, oğurlayanı, oğurlayanları tutmurlar. İndi bir nəfər diqqət buyurun ha. Bir dana ayrı misal vurun. İndi bir nəfər gedə bir bancıdan oğurluya. Əsləhəsini götürür, deyək ki, bu bancı açın, mən buradan pul götürürəm. Gedə orada bir ton pul var, götürək. Onu edam eləyəcəklər, hökmü edamdır. 1 ton. Onun hökmü edamdır. Amma indi Xümeyni adına, İran adına, Fars adına geçsin, neçə ton pul götürsün, yadımdan çıxdı yenə. Amma deyək, 4600 tireli, hər tireldə 20.000 kilo, 20.000 kilo, 20 ton, üzr istəyirəm, 20 ton. Hər ton 1000'dir də, bəli, düzdür. 20 ton pul oğurlasın, amma Xameneyinin payın versin, İmam Cümənin payın versin, Ustandarın payın versin, Fərmandarın payın versin, Bahların payın versin, Danışgahın payın versin, Xəbərnigarların payın versin, Ruznamenigarların payın versin, Instagramda işləyənlərin payın versin, Twitterdə istəyənlərin payın versin, radyo, televizyonun payın versin, qazilərin payın versin, dadqüstərin də bilirsiniz 14 milyard eləbi veriblər dadqüstəriyə. Sipah pasdaranın payın versin, polisin payın versin, ittilatın payını versin. Kim bunları tutacaq ki? Çünki onlar gələ özlərini tutalar da. Yəni polis tutacaq, rüşvət alır. İttilaat tutacaq, rüşvət alır. Sipah tutacaq, rüşvət alır. Ustandar rüşvət alır. Ya, bunlar hamısı İmam Cümə rüşvət alıbdır. Hər kəs rüşvətini alıbdır. Danışqar rüşvətini, radyo, televizyon bir şey. Bunlar niyə gəlsinlər? Amma bir dənə Azərbaycanlı kasıb bu gün tutacaqlar. Sabah arvad uşağı acı qalacaq. Onu tuturlar. Niyə? Bunun xətəri çoxdur onlarda. Çünki bu bir milləti ayırtmağa çalışır. O isə bir milləti zora salıb ayıltmamağa çalışır. Necə? Çünki mənim gəlirimi bunlar oğurlasalar, mən işləməsəm ac qalaram. Ac qaldığım üçün çıxa bilmərəm xiyabana. Mən gərək işləyəməm. Hər halda dostlar əgər eləyə bilsələr bunu, dostlar, beləsi deyim, 100 sürətinə gedirsiniz, 100-ünə. Təbrizdən Əhərə 100-ünə gedirsiniz. Maşınız var, 100-ünə gedirsiniz. Tirelilər durublar bir-birinin dalısıcan 62 kilometr 500 metr. 500 metri də hesaba salır. Çünki 500 metr tireli, diqqət buyurun, 500 metr hərəsi 13. Mən indi burada gəlsəm, yenə də maşın hesabdan bir icazə alsam, kaş bunları yazaydım, qalıydı. Çünki hər tirelinin yükü vurmuşuq 20 ton, bunun hərəsinin 13 metr 60 sant uzunluğudur, 65 sant uzunluğudur. Yəni 500 metrdə görün neçə dana, yenə mən bunu buradan çıxım, üzr istəyirəm, mən bunu buradan çıxım. Deyək ki 500 metrdə 500 metr bölək 13.65 santa. Dostlar 36 dana tireli yerləşər deyir. Mən bir də buna baxım, şək elədim. Bunu zərb eləsəm şeyə gələr də. Yox, bir də bunu şey eləyim. Üzr istəyirəm, buradan getdi.
Yaxşı. Evet, yaxşı. 500 metr bölaq 13 metr 65 santıma. Bəli, 36 tirellilər. 36 tireli yerləşir. Hərəsində də 20.000 ton, 20 ton. 20 ton, 20 dana 1000 kilo. 20 dana 1000 kilo. Şey var. 1000 tümənlik var. Yəni hesab eləyin görün ki, bunu nə qədər gedərsiniz, gedin məsələn 100 ilə getsiniz, gedərsiniz yarım saata, yarım saatdan biraz aza. Tirellərin dibindən gedirsiniz, hamısı hərəsində də şey var. Bu qədər. Amma onu tutmur. Niyə? Çünki onun zərəli İrana və farslara yoxdur, xeyri var. Ona görə tutmur. Amma sən ki türkçülükdən danışırsan, Azərbaycançılıqdan danışırsan, diqqət buyurun ha. Görün, əgər bir dana oğru getsə bir bahdan, bir ton yox, 100.000 tüməni uğurlasa o edam olacaq. Amma bir adam 4600 tireli, hər tirelidə 20.000 kilo, 20.000 kilo, bəli, 20.000 kilo, 20 ton, 20 ton, 20 dana minlikdə, bəli, 20.000. 20 ton pul var, onu tutmur, amma səni tutur. Niyə? Sənin xətərin farslara və İrana o oğurluqdan çoxdur. Özünüzə diqqət eləyin, gecəniz xeyirli qalsın. Görüşərik.